Sağ olsunlar azarkeşlərimiz doğrudan da. Birinci dəfədir ki, belə səfər oyunda bu qədər azarkeş yığılmışdı. Onların dəstəyini də hiss eləyirdik, onlar arxamızda olduğunu görürdük və yenə deyirəm, bu kubokun bütün məsuliyyəti mənim boynumdadır və qırılmış ümidlərə görə mi deyim, bütün azarkeşlərimizdən üzr istəyirik. Baxmayaraq ki, komandanı biz yığmamışıq, çətin dönəmdə gəldik və qış dönəmində də yaxşı yararlana bilmədik. Bəzi səbəblərə görə, yəni səbəblərini dediyim, bunu sonra şimdi bu klubla bağlı deyil, yəni istədiklərimizi gətirə bilmədik və komanda baxmayaraq ki, yenə deyirəm, yığmamışıq. Yəni bizim, necə deyərlər, əsərimiz deyil, amma bir baş məşqçi olaraq fikirləşirəm ki, kuboka görə məsuliyyət daşıyırıq və təkrar edirəm, üzr istəyirik. Və bu qədər. Suallara keçək. Sağ olun, Rasim Dəmətullah. Sanırım, şəxsi fikrimdir, 70, bəlkə də 80% komandanın həyətində olan oyunculara baxanda bu adamlar necə Neftçi forması giyinir, Neftçiyə necə gəlib, adam heyrətlənmədən mümkün deyil. Titul gedib, yəqin ki, artıq siz də beyninizdə yay transfer pəncərəsini fikirləşməyə başlamısınız. Bilmirəm, yəqin mənim düşündüyüm faiz bəlkə də sizin üçün çoxdur. Hər bir halda dediniz kimi komandanı sığmamışsınız. Jens Andersen görsəz ona nəsə sözləriniz olardı? Yox, ona söz demək mənə düşməyib. Yəni, çünki biz bir yerdə işləməmişik və Jens burada, ümumiyyətlə mən o haqda danışmaq istəyirəm. O insan haqda, heç bir insan haqda danışmaq istəmirəm. Çünki hərənin bir səbəbləri olar. Sadəcə bugün həddindən artıq üzüldüyüm məqam var, oyuna yenə qayıdıram oyuna. Çünki bilirəm, suallar hər şeydə onun ətrafında gedəcəm. Mən qayıtmaq istəyirəm oyuna. Həddindən artıq çox, yəni üzüldüyümüz məqam odur ki, yaxşı köklənmişdi. Yaxşı belə nastroyda, necə deyirlər, çıxmışdıq və birinci hissəni tam, yəni bəlkə də bu illəri ən yaxşı oynadığımız futbolu görsətdik. Həddindən artıq kombinasiyalar, momentlər və əfsuslar olsun ki, 3-dən 100-100 və rəqibə də ümumiyyətlə qapımıza yaxınlaşmağa imkan vermirdi. Yediyimiz qol, yəni qapıçı ilə müdafiəçinin anlaşılmazlığı, biri deyir, mən qışqırdım, o birisi deyir, eşitmədim. O da olur, amma öz yaxaladığımız momentlər 3 dənə, 4 dənə moment var idi ki, ən azından onu qolla başlasaydıq, tam başqa cür, yəni əhval-ruhiyyət möhtəşəm idi, yəni oyuna köklənmə möhtəşəm idi. Yəni hər cəhətdən də rəqibi təhlil eləmişdi. Onu da uşaqlar, yəni təhlili anlayıb meydançada elədikləri də çox yaxşı idi. Əfsuslar olsun ki, bunu sona kimi gətirə bilmədik. Buna da səbəb, yəni sona kimi biz pres eləyib, yəni rəqibə imkan verməmək, açığı deyim, o gücdə deyilik. Baxmayaraq ki, rəqib də yaxşıdır, rəqibin heyətində birə-bir individual futbolçular həddindən artıq yaxşıdır və onu da reallığı qəbul eləyək ki, həmən komponentdə bəlkə də bizdən daha üstündür və əvəz etmələr də rəqib əvəz edəndən sonra daha da canlandı, top saxladılar, hücuma keçdilər. Düzdür, həmən hücum momentləri də biz artıq qabağa atılmağa başladıq və boşluqlar verdik. Ondan da irəli gələ bilər. Əfsuslar olsun ki, həm üzən moment, o birisi ikinci bir şeydir, Rasim. Yəni, oyuncularım birinci hissədən sonra gələn, soyunub geyinmə otağında artıq şikayətləri başladı. Şikayət də nədir ki, oram, mən 10 dəqiqə, mən 5 dəqiqə. Bu da ki, köhnə məsəl üçün Emin gördü ki, bugün həddindən artıq bir lider kimi düz oyunda idi, amma axıra kimi çatdıra bilmədi. Bu, onun 2 ay zədədən sonra formada olmamağıdır. Ştagrin həmçinin Sek, Höcət, Kofi zamin istəyir. Hamısı zamin istəyirdi və fikirləşirəm ki, bu günləri bəlkə də bizim əvəz etmələrimiz effekt verməsə də, amma o birisi tərəfdən də baxanda uduzursan, bir-bir, yəni etapı keçməyənsənsə və bütün hücuma meyilli, nə Skameykada oyuncular var idi, hamısını buraxdıq və fərq ondadır ki, rəqib hücuma meyilli oyuncuların buraxandan sonra fərq yarada bildi. Əfsuslar olsun ki, biz onu eləyə bilmədik və kaş ki, yenə də deyirəm, o situasiya olmazdı və 11-lik axıra kimi davam eləyərdi. Əfsuslar olsun ki, sən istədiyi kimi də həmişə olmur. Planlar cızırıq, planlar zaten elə bu oyunla bağlı deyildi. Bundan əvvəl də cızılırdı planlar, danışırdıq və klub rəhbəri tərəfindən də qərarlar veriləcək, biz tərəfdən də qərarlar veriləcək. Düzdür, bunu burada açıqlamaq istəmirəm, amma
əlbəttə ki, beynimizdə planlar var. Daha yaxşı Neftçi olaraq gəlmək istəyirik gələn sezondan və fikirləşirik ki, Neftçiyə layiq olan futbolçuları da tapıb gətirməliyik bura. Və ən əsası da bizim oyunumuza bu birinci hissədə oynadıq oyuna da bir hissəylə yox, 3 oyundan bir yox, daim davamlı olaraq bunu bacaran futbolçular gətirib çıxartmalıyıq. İlkin Sultanlı, Sami bəy, Neftçi Kəpəz oyununa qayıtmaq istəyirəm, Sambolun qırmızı aldığı episoda. Həmin episodda Samboya qırmızı vərəqə verilməsəydi, bugün Neftçi finalda olardı, yoxsa ümumiyyətlə o hadisənin buna adiyyəti yoxdur? Məncə o qədər də onun adiyyəti yoxdur. Düzdür, bilirsən necə, ümid elədiyin, bizdə hər pozisiyada ümid elədiyin oyuncular var. Fikirləşirəm ki, Sambo'la bəlkə daha da başqa cür ola bilərdi. Amma bu günləri o yoxdur deyə, o oynamayıb deyə ümumiyyətlə biz o vaxtda danışa bilmərik. Çünki Sambo qış transferdən sonra gələndən sonra əsas hücumçumuza çevrilmişdi və 4-5 oyunda 3 dənə gol vurdu və bu da bizi ümidləndirirdi. Əfsuslar olsun ki, kubokda belə bir şey olmaq və nə qədər biz şikayət elədik, bunu bir oyuna salsın, onu da eləmədilər. Amma Neyniyə qərara bu günləri artıq keçib. Yəni, Sambo burada olsaydı, olmasaydı, həddindən artıq mənim üçün çətindir. Və əgər biz burada, bu da bir tərəfdən pis, sual pis deyil, mən cavab verəsi, yəni bu reallıq da öz-özlüyündə yaxşı bir şeydir. Yəni Sambo burada yoxdursa, niyə digər hücumçular yəni onu kimi oynamır? Və burada da sual yarana bilər. Yəni bu da doğru yanaşma deyil, Neftçi olaraq doğru yanaşma deyil. Yəni Sambo yoxdursa, ən azından orada Darbu var, ən azından ikinci, yəni Cavan öz Ağadadaşımız var, Ramin Şeydayevimiz var. Yəni bunlar niyə biz tək qışda yəni bir Samboya olmadığına görə bugün üzülməliyik. Bu da bizim pis tərəfimizdir. Bilmirəm nə olacaqdır. Açığı çətindir mən demək. Sami, mənim iki sualım olacaqdır. Bu Qarabağla oyuna Darbo, Alex, yəni belə bir heyətdə başladınız və belə düşünmək olur ki, bu Sambolun yoxluğu nəzərə alıb, yəni sabahla oyunun belə deyək də bir hazırlığı kimi deyim. Amma bugün fərqli, yəni belə deyək də hücumda ən azından fərqli heyət gördük. Bu nədən irəli gəlirdi? Yəni belə deyək də bu 4-5 gündə nə dəyişdi ki? Yox, dəyişilən bir şey yox idi. Orada sırf Ağadadaş həmin Qarabağla oyunda zədəli idi. Zədəli idi, ehtiyatda oturmağına baxmayaraq zədəli idi. Yəni fikirləşdik ki, bu günləri Ağadadaş zaten onsuz da bizim əsas hücumçumuza çevrilmişdi. Yəni da Sambo'la o dəyişilirdi. Bunun da səbəbi Darbonun da 2 ay, 3 ay qış sporunun bizlə keçməməsi, ondan sonra bir 2 ay reabilitasiya keçməyi idi. Yəni o da fikirləşdi ki, ən azından Ağadadaşı olmadığına görə Darbo dəyişəcək və ona şans verdi. Şans verdi ki, tonusda olsun, oyunun ritmini hiss eləsin və sadəcə buna görə. Bir də əvəz etmələri, yəni mən belə fikirləşirəm ki, bir qədər gec elədiniz. Çünki görünür ki, rəqib əvəz etmələrdən sonra üstünlüyü alıb. Yəni bu belə deyək də ehtiyat qüvvəyə inamsızlıq idi, yoxsa? Sözün açığı mən bax deyim. Əgər heyətdə olan oyunçular oyunun gedişatında, oyunun əvvəlində elədikləri o həddindən artıq yüksək temp vermə, həm hücumda, həm pressingdə, həm müdafiədə və onu pis tərəfi də sona kimi gətirib yəni çatdırmamaqları onların bu günləri fiziki kondisiyaları zədələrdən sonra baş verən proseslərdir. Bunlar sağlam olsaydı, yəni bu oyunun gedişatında birinci hissə. Bu məni çox razı salırdı. Yəni məmnun eləyirdi və orada dəyişikliklər fikirləşirdim ki, bir lüzum da yoxdur. Çünki ən azından yəni oyunu tutublar, həddindən artıq, yəni birinci hissədə 3-dən 4-dən momentə giriblər, yaxşıdırlar. Çünki bunlarla işləmişdik, təhlillərimizi bunlarla eləmişdik, bu futbolçularla danışmışdıq. Amma yəni həmişə də biz istədiyimiz kimi olmur. Birdən 4-5 nəfərin kimisə oyundan düşməyi, məsələn, Emin Mahmudovun sonlarda 2-3 epizodda durduğu yerdə top itirməyi, başa düşürsən, o yorğunçuluqdan irəli gəlirdi. Digərləri, məsələn, fikirləşirsən ki, bunları dəyişəsən, amma Sekzamen istədi, Andrej Dogrin zaman istədi, yəni bir cinatda 2 nəfər artıq. Tamam, biz sistemi dəyişdik, bu da hücum meyilli oyuncuları buraxaq, artıq gol vuraq. Yəni, bu da alınmadı, həmin də girən oyuncular da effekt vermədi. Yəni, bu günləri deyim ki, plan belə idi, oyunun əvvəlindən əsla və əsla belə deyildi. Əksinə deyirdim ki, kaş gəlib bu oynayan oyuncular axıra kimi
dözə bilərlər və bir şey olmasın. Samim, ilk 45 dəqiqəyə baxası olsaq, baş məşqçi olaraq hər şey düzgün analiz elədiyiniz görünürdü. Epizodlar da vardı. Hər şey Neftçi istəyən istiqamətdə gedirdi. İkinci isə komandanın çatdırmaması faktlarını bir-bir sadaladınız. Futbolçular zaman istəyir. Sanki Neftçi bugün qocalar evini xatırladır, amma məsuliyyəti öz üzərinizə götürdünüz. Bu nə dərəcədə ədalətli? Sanki bu futbolçuları qorumağa mı hesablanıb bu məsuliyyət üzərinizə götürməyiniz? Yox, heç kimi qorumaq fikrində deyiləm. Yenə də deyirəm, Xanoğlan bayaq da dedim. Baxmayaraq ki, komandaya mən yığmamışam və yığmamaq o deməkdir ki, heç bir futbolçunun burada olmağına məsuliyyət daşımıram. Bu açığı belədir, bundan razılaşarsınız. Amma fikirləşirəm ki, ən azından bu kubok oyunda ki, bu qədər azarkeş ən azından mənə inanırdım. Mən də bu məsuliyyəti dərk edirdim. Nələrsə eləyib bu kuboku finala çıxartmalıydım mən, şəxsən mən. Yəni, mən də eləyə bilmədim və buna görə üzr istədim. Sanmıram, məlum məsələdə indi ad olaraq deməyəcəyiz, amma belə deyək, təxminən heç faiz nisbəti ilə deyə bilərsiniz ki, yəni növbəti mövsüm üçün Neftçinin neçə faiz dəyişməlidir ki, o siz istədiyiniz bugün belə deyək, o birinci hissədəki oyunu daimi göstərə bilsin. Yəni, hər bir məşqçinin oyun üslubunda ona uyğun tipaj futbolçular olur. Bunu dəfələrlə press konferansiyada demişəm. Və ən azından bu 3-5 ayda işlədiyim mən yeni məşqçi deyiləm. Yəni o işlədiyim komandalarda da həmən mövqedə hansı üslubda necə oynadığı futbolçuları siz görmüsünüz. Məsəl üçün Sabir Buqrini deyərdim 8 nömrə kimi. Sumqayıtda Jordan'ı deyərdim məsəl üçün. Yəni nəyə konkret olaraq oyunçu götürəndə nəyə üstünlük veririk? Dəfələrlə də demişəm, məqsədimiz ən azından bizim üslubumuza uyğun olan futbolçuları götürməkdir. Amma neçə faiz buradan gedəcək, neçə faiz burada qalacaq, nələr eləyəcək, onu sadəcə bunun arxasında nələr dayanır, faiz etibarı ilə nə qədər eləyəcək, onu özünüz götürüb qoy eləyərsiniz. Mən isə düşünürəm ki, burada kardinal dəyişikliklər baş verməlidir. Maraqlı məsələ odur ki, nə qədər heyəti dəyişmək istəsəz belə, əksər legionerlərin hansı komandaya kömək ola bilmir, onların müqavilə müddəti çox yüksəkdir, yəqin ki, maaşları da yüksəkdir, onları yola salmaq üçün təzminat lazımdır, bu da büdcədən gedəcək. Bu, istədiyiniz komandanı yığmaq üçün əsas problem ola bilərmi? Ətraflı biz indi bunu, məncə buna cavab çox çətindir indi vermək və düşünürəm ki, bura yeri deyil. Çünki biz ətraflı hər şeyi, siz dediklərimizi əlbəttə ki, biz bilirik. Oturub danışırıq klubla və ən yaxşısı nədir? Klub üçün, komanda üçün, bizim oyunumuz üçün, bizim işimiz üçün onlar da əlindən gələn eləyir. Siz düz vurğulayırsınız, həmən problemlər var. Və inşallah necə ki, digər komandalar bu problemləri çözə biliblər. Ümid edirəm ki, biz də çözəcəyik və çözə biləcəyik. Amma bunu zaman göstərəcək əlbəttə ki. Çünki nəinki biz digər komandalarda olub ki, məsəl üçün problem yaşadığı futbolçular olub, ayağını dirəyən, məsəl üçün getməyən futbolçular olub. Amma bu haqda kimləri göndərəcək, kimlə problem yaşayacaq, bu haqda ümumiyyətlə fikirləşirəm ki, hələ ki tez deyil, ümumiyyətlə bura yeri deyil. İnşallah bunu zaman göstərər.